Namusu qeyrəti olan adam Ermənistandan Azərbaycana ət gətirməz. Bu fikri xaricdən ölkəyə iri və xırda buynuzlu heyvan idxal edən Dadaş Novruzov dedi. O, gətirilən heyvanların Ermənistana aid olması və vərəmə qarşı vaksin edilmədiyi iddiasını təksib edir. Vurğulayır ki, heyvanların gətirilməsi qanun çərçivəsində həyata keçirilir. Mənim özüm Qarabağ əliyəm, Azərbaycan Respublikasına xırda, iri buynuzlu heyvanlar idxal edirəm. Lakin o Ermənistandan gələn mal qeyri-mümkündür ki, Ermənistandan Gürcüstana mal gələ və Gürcüstan da ona məişət sertifikatı verilir ki, bu Gürcüstan malıdır. Yəni Gürcüstan tərəfində belə bir şey ola bilməz və bir Azərbaycanlı kimi də əgər özündə bir qeyrət, namus hiss edən oğlan gedib Ermənistan malını Azərbaycana gətirə bilməz. Dadaş Novruzov Talk TV-nin hazırladığı sujetdən sonra şəxsən özünün bu cür qanunsuz və xəstə heyvanları Azərbaycana gətirib vətəndaşları zəhərləmədiyi ilə bağlı açıqlama verməyi özünə borc bilib. O, bu sahədə fəaliyyət göstərən 4 sahibkardan biri olduğunu deyir. Təəssüf ki, Dövlət Baytarlıq Xidməti və digər sahibkarlar məsələ ilə bağlı heç bir açıqlama vermədi. Qeyd edək ki, Talk TV vasitəsilə əhaliyə Ermənistan və Gürcüstandan xəstə heyvanların gətirilməsi ilə bağlı xəbərdarlıq sujeti ciddi rezonans doğurmuşdu. Arazxan, Vüsal Qarayev, Talk TV.